Dostlar, bu videoda mən sizlərə Windows Server 2022 ISO-sunun, yəni hər hansısa bir flash karta boot olaraq yazılmasını, sonra isə həmin flash kartdan bir, yəni notebook'a Windows Server 2022-ni necə yazacağımızı göstərəcəm. Sonra isə həmin notebook üzərində bir neçə virtual maşınlar qaldırıb və testlər edəcəyik və onları növbəti videolarda mən sizlərlə paylaşacağam. İndi isə keçək, yəni ISO-nun yazılmasına. Bunun üçün bizə Rufus proqramı lazımdır. Rufus proqramını internetdən yazaraq, axtarış verərək yükləyə bilərsiniz. Çox kiçik bir proqramdır və install etməyə ehtiyac yoxdur. Yəni üzərinə klifləyərək sadəcə proqramı açıb istifadə edə bilərsiniz. Flash kartımı tasmışam. Hal-hazırda görsənir və flash kartın içərisində Windows 11 mövcuddur məndə. Bir də bir şey deyim. Əgər siz Rufus proqramı ilə hər hansısa bir yəni ISO yazacaqsınızsa, həmin flash kartın içində xüsusi bir fayl varsa, həmin fayl itəcək. Bunu yəni nəzərinizdə saxlayın. Həmin flash kartın içindən o fayllarını öz kompüterinizə köçürsəniz daha məsləhətlidir. Çünki Rufus'da yeni bir ISO yazdıqda həmin flash kartın içərisində nə varsa hamısını format edin. Deməli, mənim artıq Rufus'da yəni 8 GB flash kartım görsənir. Disk ISO image qarşısına select edirəm, yəni ISO-mu seçirəm. Mən də ekranda ISO papkasının üzərinə girərək hansı ISO-nu yükləyəcəmsə onu seçirəm. Siz də ISO hansı papkadadırsa, oradan həmin ISO-nu seçməlisiniz. Və artıq ISO-nu, yəni images scan edir. Təbii ki, bu müddət ISO-nun bir həcmindən asılı olaraq dəyişə bilər. Və budur. Artıq mənim ISO-m yəni skan olundu və tanındı. Bu hissədə yəni flash kartıma ad verirəm. Server 2022 yazıram. Siz təbii ki, bunu istəyiniz uyğun olaraq qeyd edə bilərsiniz. Default olaraq saxlaya bilərsiniz. Əgər köhnə tipli bir kompüter yazacaqsınızsa MBR, yeni tipli isə GPT olaraq seçirik. Yəni UEFI yoxsa Legacy BIOS. Fayl sistemini də NTFS olaraq seçirik və hal-hazırda bizə başqa bir seçim verilir. Bəzən olur FAT32 falan bu tip seçimləri versin. Lakin biz NTFS istifadə etməliyik. Və artıq mən start edib bu hissədə heç bir dəyişikliyə ehtiyac yoxdur. OK edirəm. Belə. Mənə error verir ki, flash kartın içərisində nə varsa hamısı silinəcək. Bu mənim üçün problem deyil və OK edirəm. Artıq ISO yazılmağa başlayır. Aşağı hissə tam olaraq bitəcək və sonda start hissəsi, yəni necə ki burada cancel seçə bilirəm, onda startda seçə biləcəm və o zaman artıq ISO-nun yazılması tamamlanacaq. Bu müddət biraz uzun çəkir deyə mən videonu burada saxlayıram və bitdikdən sonra videonu davam etdirəcəm. Artıq flash kartımız hazırdır. Yəni bir bootable Windows Server 2022 flash kartımız var. Həmin flash kartı Ethernet-də taxıram və power düyməsinə vururam. Sonra isə F12 düyməsini vuraraq boot menüyə daxil oluram. Və budur. Artıq boot menü açıldı. Mən hal-hazırda Windows Boot Manager-dan, yəni hard diskimdən boot ola bilərəm və yaxud da ki, USB-mdən. Mən yuxarı-aşağı düyməsindən istifadə edərək aşağı düyməsini vuraraq USB-nin üzərinə gəlirəm. Sonra isə enter edirəm və artıq Windows Server əməliyyat sisteminin yüklənmə ekranı gələcək. Hal-hazırda mənim yüklədiyim notebookun parametrləri A3 8-ci nəsil və 8 RAM-dır. Sizdə parametr daha yüksək olsa, təbii ki, işləməsi daha sürətli olacaq. Və notebookun üzərində SSD deyil, hard diskdir. Və budur. Artıq Windows'un yüklənmə ekranı gəlir. Default olaraq saxlayıram, next edirəm və install now edirəm. Və budur. Artıq Windows Server 2022-nin hansı versiyasını yükləyəcəyimi buradan seçə bilərəm. Gəlin bu dəfə fərqli edək və Data Center versiyanı yükləyək.
Next edək və data center'ın core versiyasını deyil, yəni GUI olan versiyasını yükləyəcəm. Lisans şərtləri ilə razılaşıram və next edirəm. Yüklənmə ekranından custom olanı seçirəm və hal-hazırda mən hard diskimi görürəm. Delete edərək bütün məlumatları silirəm. Və budur. Artıq hard diskimin, yəni bütün yaddaşı free-dir. Gördüyünüz kimi boş olaraq görsənir. Və boş bir hard diskin üzərinə mən artıq Windows Server 2022 əməliyyat sistemini yaza bilərəm. Artıq burada fayl izləri getməyə başlayacaq. Mən videonu burada saxlayıram, müddət uzun çəkməsin deyə. Bitdikdən sonra videonu davam elətdirəcəm. Yüklənmə bitdikdən sonra artıq bizdən administrator user üçün parol təyin etməyimizi istəyir. Mən sadə bir parol təyin edirəm. Siz təbii ki, bunu istəyinizə uyğun olaraq əgər real bir mühitdə istifadə edirsinizsə, daha mürəkkəb bir parol təyin etməlisiniz. Sonra isə artıq finish edirəm və məndə hal-hazırda kompüterimdə, yəni touchpad işləmədiyinə görə mişka taxmalıyam. Yəni sizdə də belə bir problem varsa, artıq əlavə olaraq USB vasitəsilə bir mouse əlavə etməlisiniz, taxmalısınız. Və artıq mouse taxdıqdan sonra finish edirəm. Düzdür. Yəni server əməliyyat sistemi personal bir, yəni şəxsi bir kompüter üçün olmadığına görə bəzi drayverlərdə çatışmamazlıq yaşaya bilərsiniz. Bunları sonradan, yəni manual olaraq əlavə etməlisiniz. İndi isə Ctrl Alt Delete edəcəm və klaviaturada Ctrl Alt Delete etdikdən sonra administrator paroluna, yəni user'ına təyin etdiyim parolu qeyd edirəm və ondan sonra artıq administrator user açılır və Windows serverin, yəni desktop ekranı bizim üçün hazırlanır. Təbii ki, buradakı müddət sizin, yəni yazacağınız kompüterin fiziki parametrindən asılı olaraq dəyişir. Siz bunu bir notebook'a və yaxud da bir personal kompüterə yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Lakin parametr nə qədər yüksəkdirsə, o qədər bu, yəni gözləmə müddətləri daha az olacaq və təbii ki, diskiniz SSD-dirsə, daha sürətli işləyəcək. Və budur. Artıq bizi Windows Server 2022-nin Data Center versiyasının ekranı qarşılayır. Və sağ tərəfdə aşağıda artıq lisenziya ilə bağlı olan məlumat çıxacaq. Eyni qaydada necə ki VirtualBox üzərində yazmışdıq, sonra saat tarix ayarlarında update ilə bağlı dəyişikliklər etmişdiksə, eyni qaydada burada da onları etməliyik. Sadəcə mən də hal-hazırda serveri şəbəkəyə qoşmamışam. Ona görə lisenziya ilə bağlı xəbərdarlıq və sair bu tip bir məlumatlar, yəni güncəl olaraq görsənməyə bilər. Oldu dostlar, sağ olun. Növbəti videolarda görüşənə qədər.